Aşkım, bir dənə qiymətinə bax, özündən gedəcəksən. 60 var. Allah'ın olsun. Endirim qiymət. Görün nə boyda dev bir makyaj alış-veriş eləmişik uşaqlar. Can, kamera bitməyəcək. Arkadaş. Şantaj, tehdit, montaj, kaos, iftira. Ben keleti dedim. Sən mənə deyirsən ki, uşaqlar arasında ayrı seçkiyi salma. Wow, neçə kaç para aldın? Neden sustun? Evet arkadaşlar, bu sünger. Bununla gözünü, üzünü, böyle bunun karpukasına böyle çanafı koymayı da olur, rahatlayır adam. Hə, aşkım. Ne? Gəldik, çatdıq Dinara'nın yanına. Mənim 8 mart, 14 fevral bütün bayramlarda, nə bilim, toyumda da xonçamı sən yığarsan da inşallah. Gəldim. Deməli uşaqlar, bilirsiniz də, Dinara'nın səhifəsi bir aydan çox da açılıb. Sağ olsun, mən o qədər bu kampaniyanı sevdim ki, kampaniyanı sonlandırmır. Deməli, Şəhriyar uduzduğuna görə gətirdim, çıxartdım. Özdə Şəhriyarı saxlamışam çöldə. Ona deməmişəm 50 manatlıq boks yığdıracağım, 100 yoxsa 150 manatlıq. Orası sürprizdir. Nəyi bəyəndim, o qiymətdə çıxacaq. Deməli, indi Dinara ilə bir yerdə boks yığırıq mənə. Amma birinci məhsulları göstərək. Tamam. Sən hələ nə istəyirsən, mənə onu deyin. Deməli, belədir. Mən biraz ustupqaya gedəm. Sən 3 dənə şey ayırmışam. Sən 3 dənə şey ayırmışam. Nə? Bilirəm ki, sevirsən bunu. Bunu çox sevirəm. Çox qəşəngdir. Bu nədir? Bu serumdur. Dişlərin həmin kremin serumu. Nə yaxşı. Baxım o nədir? Bu da SPF, sulu SPF. Doğrudan? Çox maraqlı. Uşaqlar, bilirsiniz də, mən CeraVe'nin günəş kremini işlədirəm. Storylərdə də çox tərifləmişəm. Bir dənə belə SPF-imiz oldu. Heç sulu SPF işlətməmişəm bu günə kimi. Daha rahat. Sonra bunu Dinara mən tanıyır da. Dior sözləri birləşməsə də heç narahat oluram. Bir dənə də belə Dior glossumuz var. Всё. Bu bir dənə də bir şey deyim. Bu 50 manatlıq boksdan da çıxdı, 100 manatlıq boksdan da çıxdı. Şəhriyar əgər eşidirsə info quracaq. Deməli Dinara mənim üçün burada bir saniyə kameranı çevirək. Belə bir qutu düzəldib. İndi əşyaları bu qutunun içinə yığacağıq. Bir dənə məhsulları aç baxaq. Mən nə lazım olduğunu deyəcəm, amma mən özüm buradayım da, yəni bəzi şeylərə əl ata bilərəm. Ata bilərsən, hə. Burada çox maraqlı şeylər görürəm uşaqlar. Mağazanı, burada çox şeydən var ha bu arada. Bax bundan məndə var. Sonra bundan məndə var. Bu marka təzə çıxıb. Çox xoşum gəlir bu markadan. Sən bir şey deyim, o gün uşaqlarla şeyə girmişik. Mağazaya. Deməyəcəm adını. Mağazaya giririk, sənin verdiyin bütün məhsullar, səndən aldığın nə varsa hər şey girişdəydi. Uşaqlar girən kimi belə deyir, bundan səndə var, ona səndə var, ona səndə var. Uşu deyirəm ki, gəlməsən, uşu deyirəm, səndə olmayan bir şey yoxdur. Uşu Dinaradan bu aldığımız 4-cü boksdur. Deməli, 5-ci boksdur. İkisini əməkdaşlıq eləmişik. İkisini də Şəhriyar birini 14 fevralda, birini 8 martda Dinaraya boks kimi yığdırıb. İndi uduzdurub onu yenə bura gətirmişəm. İndi başlayıram seçməyə. Seçdiklərimi birazdan sizə göstərəcəm. Deməli uşaqlar, bunlar da zakazlardır. Baxın, hazırlanır. Bu neçə manatlıq boksdur. Baxın. Çox qəşəng. Oyda, biraz tez gəlməliydim. Biraz tez gəlməliydim. Üzə bağlanıb. Baxın. Oyda, içi dolu-dolu. Nə gözəl. Çox qəşəng məhsullar yığılıb içinə. 100 manat ödəyiblər. 200 manatlıq məhsul var içində. Uşaqlar gör necə doludur içi. Bir də burada bir dənə serum görürəm. Uşaqlar bu serum o qədər gözəldir. O qədər gözəldir. Dəhşət bir şeydir də, yəni. Evə gedib çəkərəm bundan sizin üçün. Evet arkadaşlar, aldıklarımızı açma zamanı. Şəhriyar, zəhmət olmasa bunu saxla, gedim aldıklarımı götüreyim. Ne olmuş? Tut. Ne alıblar yine? Ta. Bu nedir? Makyaj. Ne makyaj? Aşkım o gün sen pardım aldırdım, onlar da. Evet. O boyda neydi? Yani
Bu boydanadır ama Bu ben sen neçə gündə o bagajda gəzdirsən maşında onu? Halal deyil sənə. Çox bilmiş qızsan sən. çünkü bunu sen böyle gösterseydim orada cemaatin içinde vay şiven nive salacıydın. Ona göre açtım kameranın kapağında gösterdim. Evet. Can, kamera bitmeyecek. Arkadaş. Şantaj, Evet. tehdit, montaj, kaos, iftira. Ben kelet ederim. Görün ne boyda dev bir makyaj alışverişi eləmişik uşaqlar. İndi isə bunları çocuklarımla bir yerdə açacağızdır. Gəlin, gəl. Gidelim Siz mi? yox. Ara Gəl. gidelim. Hə? Ara. Mən divana keçirəm, sən də bizim qabağımıza. Geç. Evet. Dərsdə oturacağını necə gözləyirsiniz? Çox bilmişlər. Ay Deməli- çox bilmişlər. Meryem Hanım, nasılsın? İsmet Hanım, iyi misiniz? İyi. Evet. İyiyim, çok. Deyəsən bir dənə iyi olmayan Rabia'dır. Hoş geldiniz Rabia Hanım. İçine bakma. Neden böyle kötü halindesin? Sen Ters yandan durmuşsun sanki rüyadan böyle sisvet tökmüşsün böyle. Neden ne olmuş? Ne olmuş? Ne olmuş? Artık başlayabilir miyiz? Başlayabiliriz. Deməli arkadaşlar, Evet. Şəhriyarı aldatdım başını, gətirdim, makyaj əşyalarını aldım. Beləcəsinə deyirsən aldatdın başını, yaxşıdır üzümə söysən. Sən qapıda gözlətməyimin səbəbi, içəri daxil olmağa icazə verməyimin səbəbi, mən rahat-rahat hər şeyi seçə bilim deyə. Çünki həm indi işlətməyə əşyaları almışam, həm də yeni evimizdə Allahın izni ilə makyaj masamın qabağını tam dolduracaq şəkildə əşyalar almışam. Çox qəşəng şeylər. İndi isə keçək açılıma. Hazır mısınız? Evet. Hazırız. Beni infak vursa sizi öldürürüm. Deməli arkadaşlar, böyle bu kadarlık bir paketimiz Buraya var. Əsad yerləşir. Bayağı da ağırdır. Həqiqətən də Əsad yerləşər. Bir dəfə dostlar, ata bizdən gizlin Əsəd mağazinə aparmaq üçün götürmüş Əsəd valizə qoymuşdu, aparırdı. Şimdi bir də tutdu sumkada biri tərəfdən tez atı deyil, qaça bilmədilər. Bagaja koymuşdu aslında. Əsadı markete aparmaq üçün soxmuşdum. Neyini bunlar deyinirlər. Biz aparırıq Əsəd Tuttum. Sən mənə deyirsən ki, uşaqlar arasında ayrı seçkiyi salma. Apararsansa üçünü də aparır, aparmayasansa heç birini aparma. Sən özü niyə Əsnadı sumkaya soxub Ben qaçırmağa öyle değil. çalışırdın? Ben şirinlik yaparcasına yapmıştım. Tutuldun. Yo kendim tutturmuştum. Tutuldun. Misal üçün mən Rabia ilə marketə getmək istəyirəm. Aparsansa üçünü də apar. Aparmırsansa aparma. Və yaxud da Məryəmlə eynisini. Amma bu son beşik deyə aradan çıxmaq istəyirmiş son beşiklə. Geliyorum babacım Gördüğün son seni. 5 Gel. Sen yanın benim yanımdır. Sen yerin benim yanım. Təşəkkür edirəm. Nereye gitti? Asla gelmişti nereye gitti? Onun dönüp dolaşıp geleceği yer benim yanımdır. Hiç kendini Öyle mi? Evet. Öyle. Neyse başlıyoruz. Paketi çıkardıram. Uş ağırdı. Hoppa. Aha, Evet. bu ne? Bunu koyak arkaya. Evet. Oy. Ha şotka almışmışsın. Yox. O birlərdən xəbərin yoxdur. Deməli şotka almamışam aşkım. Burada çok şey var hayatım. İndi hazırsınızsa Hazırız. Bakipi çıxartıram. Deməli bir ədəd bu fırça dəstlərinin ən məşhur markası olan Real Technics'dən bir ədəd belə bir fırça dəstə almışam. Wow, neçə kaç para aldın? Neden sustun? Aşkım, şimdi Fiyatı kaç Ofelia? Sal verdim axı. parmakla gösterilemeyecek. Yani 10 manattan aşağı olmadığı için parmakla. Evet, şimdi bu fırça dəstinin qiymətini aşkım sonra müzakirə eləyərik. Hemen görse. Burada məndə deməli olmayan bir iki dənə fırça var idi. Ona görə almışam. Bunu yeni evə saxlamağı düşünürəm. Fiyatı kaç Ofelia? Senden kaç ediyorum. 50-100 Hanım. arası. Neden demiş? Ne 50-100 diyorsun? arası. 50 Sən 100 denən 100, mən deyim 50. 60.
Gibi. Gibi. Neyse de aşkım fırça dəstəkdə. İyisindir, Bir an bu iyisindir. kutunun içine bak aşkım. Bam. Aşkım hepsi dolu mu? Evet aşkım. Evet. Bir dakika bakayım. Deməli, içində mənə çox lazımlı, gərəkli olmayan, ehtiyacım olan məhsullar var. Hazırsınızsa içini açıram. Evet. 3, 2, 1. Evet arkadaşlar. Başlayırıq. Kızım sen mağazanı mı aldın? Ne yaptın Yo sen? aşkım, indi uşaqlar üçün bizi izləyən, bilirəm ki, universitetə daxil olan, nə bilim makyaj çantasını yeniləmək istəyən, özü üçün yeni məhsullar almaq istəyən xanımlar, qızlar, tələbələr var aramızda. Onlar üçün deyim, burada gördüyünüz məhsulların sadəcə yarısına pul vermişəm. Qoy sənin də ürəyin biraz rahatlaşsın. Nasıl? Yəni ki, misal üçün deyirəm, bax, bunu özüm almışam. Bu isə hədiyyədir. Çünki aldığım səhifəni də bura qoyacağam. Kampaniya var. Misal üçün 50 manatlıq belə boks düzəldirsən özünə. 50 manatlıq da içinə məhsul qoyub 100 manatlıq boks göndərirlər sən. Səhifə təzə açıldığı üçün belə bir kampaniya keçirdilər. Özü keçirdən də mənim rəfiqəmdir. Yəni məhsulları da dörd-dörtlük, yəni bəyənmədiyi şeyi satmır, belə deyim. Kim istəsə 50 manatlıq da yığdıra bilərsiniz, 100 manatlıq göndərə bilərlər, 100 manatlıq ala bilərsiniz, 200 manatlıq məhsul göndərə bilərlər. Beləliklə makyaj çantamızı... Biz kaç paralık yığdırdık? Bana paranı söyle. Bizdən Bana... uzmatdığı Neden? Yox, Biz aşkım, ulan hədiyyə. Ah, yox. Biz... öyle. Bizdə 1000 manatlıqdır. Ne? Ne diyorsun? Şaka yaptım aşkım. 800 matlığı yığdıq. Abi ben söz dinle sen canım ne kadarlıydı burada? 400 manat vermişik, 800 manata yaxın burada məhsul var. Elə bu Ya Allah'ın dostu. bunun özü bir dənə yüzlüyə xırdalayır da, yəni yüzlüyü xırdalayır aşkım. Orijinaldır. Ya Allah'ın dostu. Aşkım, o birisi evdə də işlətməyə məhsullar almışam da. Hələ Toplayıb da. növbədə bir nəfər də var, böyüyür. Bunu da O belə. galat ediyor. Abiye olmaz. Bunu da belə. Ne öyle? Abi, yani. Sen yaşın kaç, özün kaç? 17-18 yaşı olanda Aa, az sen- qaldı. Ne oluyor? 4 yıl, 5 yıl, sen 5 yılını Rabia'nın adından bütün kosmetikalar yıkatsaydın ha. Aşkım yavaş sən də zakaz eləməyə başlayacağam. Sen ne? Size dağılısınız siz. Biz yeme içme... Benim iki aşık olacağım. Sən üçün almışam. Bəyən. Aa, onun için dağılır. Gəl. Sən bunu yeyən gəl. Gəl. Ben istemiyorum. Allah. İstemiyorum. Ev yox, verin mən yerim. O esas kosmetikanı bu vurmalı değil mi arkadaşlar? Kosmetika esnat adla değil mi arkadaşlar? Kosmetika esnat. Arkadaşlar Rabia'ya hardasa dəqiq yadımda deyil, qiymətlər çox şey almışıq deyə 85 manatlıq, təxminən 85 manatlıq səhv eləmirəmsə ya 90 manatlıq belə bir kabro alası olduq. Orada Dalındaki nedir? pomada. Bu Justin Ne? Şiglam. Şivan? Bu çıxart da bu Justin Bieber'in arvadı var ha, Hailey Bieber. Ha. Biber. Hə, Hailey Bieber'in markasının kabrosudur. Yəni Justin arvada satır da aşkım, baha olmalıdır da. Justin'in bibisi qızın. Cası özün əncindədir. O arvanın satdığın Dayan olacaq. aşkım. 90 manata, 85 manata təxmin belə bir kabro almışıq. Aşkım kabronun iPhone kutusuna oxşayan kutusu var da, yəni düşün. Ha. Ekranı müəllimi görür. O da orada bunu gördü, qız çıxartdı. Mən telefonumu olar görəsən dedi. Artıq biz də aldıq, yəni nə yapalım? Alaq qutu saxlayansan sən. İndi isə Arkadaşlar Rabia ne alırsa kutusuyla bir yerde saklayır. Evet, xeyirli Evet. olsun. Bu arada can sağlığı ilə işlədəsən atan. Mən yəni atadan xəbərsiz alsam da atanın hədiyyəsidir. İndi Mangalat eləyərəm. İndi isə keçirik. Başımı divara vuraram. Ben 85 manat kabroya verərəm. Aşkımca verim sənə xeyir. Yo mangalat eləyərəm. 200 manat getdi. Ya sağ ol, sağ ol. Evet, bu videonu çeke arkadaşlar. Ben ne kadar terlediğimi bir Allah biliyor. Başlayırıq açılışa. Deməli aşkım, mən bilirəm, mənim bədən kremlərim çoxdur, amma bunun qutusu o qədər xoşuma gəldi ki, yəni mən də bilirsən də əllərim zadım dəhşət quruyur, yəni qollarım quruyur.
Biz də bunu gördük, dedik, ay da necə rahatdır. Krem kimi olan bədən kremləri var. Onu sıx, elə çətin söhbətdir. Dedik, elə bir dənə də beləsini alaq, tənbəllik eləyəndə açar ağzını vurarıq da üst başımıza, üzümüzə, gözümüzə. Ona görə bir dənə belə bir bədən... Gözdə çıxartmada sürpriz olsun aşkım. Belə bir bədən kremi almışıq. Bunu çox tərifləyirdilər. İndi yoxlayıb. İndi qiymətin soruşayım mı yoxsa soruşmayayım? Tək qiymət. Niyə Rabiyə sən belə girsən söhbətə sənə qurban olum. Ay aşkım. Səni kovasım geliyor. Seni kovasım geliyor. Aşkım. Ay aşkım, tək ücə qiymətlərini bilmirəm. O pişi 400-500 manat arası pul vermişəm. Bayaqlar 800 dedi, indi 400-500 düşdü. Dedim axı, yarı qiymətin veririk. 400 manat verirsə 400 manat düşsə hədəcək. Anladın? 12 yaşında qırşağı başa düşdü, sən başa düşmədin hələ. Bir dənə belə bir bədən kremi almışıq. Daha sonra, ay Allahım, Kiko. Hə aşkım. Bunu ikinci dəfə deyə soruşdu. Rabiə keçən deməli bunu alanda Rabiə soruşdu. Bu da Kikodur. Gəldi şeydə baxanda bir də soruşdu. Evdə baxanda bir də soruşdu. Bu da Kikodur. İndi yenə burada videoda bir də soruşur. Bu da Kikodur. Evet, bu yeni kolleksiyadır. Aşkım bilirəm Kikolarım çoxdur, amma bu təzədir, təzə çıxıb. Hamı təzə çıxan kolleksiyadan alsın, mən alayım, məndə olmasın. Cəmaətə PR göndəriblər, mən özüm olmayım. PR nədir? PR hədiyyə. Markanın özü hədiyyə göndərib. Evet, Kiko'nun yeni çıxan kolleksiyasından belə bir ənlik. Əslində sən də göndərmək istəsən nə qədər reklam eləmək. Bunlara baxıb tərləyəcəm arkadaşlar. Yeni bir ənlik almışam arkadaşlar. Dizaynına baxın, görün necə gözəldir. Çox qəşəngdir. Sınamamışam, hələ sınayacağam. Məryəm deyəsən arada Məryəm kaşınıyor musun? Valla siz hələ kosmetika çəkən vaxtınız var. Sizin hələ çox qalıb. Bir dənə belə baxmayın. Aşkım sənə vəbşə yəni. Hələ 6. Sən uşaqsan, sənin 6 qızıl nə deyir? Sənin 10 yaşın var. Evet, düz deyir. 6 il. 7 il aşkım. 7 il. Aşkım, ən gözəli kosmetikasız üzdür, Allah'ın olsun. Soft. Sən də ata kimi gəzə bilərsən. Soft, soft. Aşkım sən Atan özü saqqallıdır. ayrıca sənə icazə verirəm də allıq pomada ancaq icazə verim. Yox. Olmaz. Sən şokoladları yedin, hələ ağlanmadın. Tabii sən hələ yaşayırsan. Rabiə ilə zorbalayırıq. Kinderimə dəymə susar. Bravo. Mənə də saxlayın orada şokolad. Mənə də heç olmazsa bir dənə şokolad satsın. Yox, satmır. Deməli arkadaşlar, yaxşı, tamam başlayaq. Belə bir makyaj silmə suyu almışam, miselyar su. Normalda Nə siliyar? mən də gedib 6 manata miselyar su ala bilərdim, amma 30 manat vermişəm buna. O da nəyə görə aşkım? Nəyə görə? Üzüm sətməsin deyə 6 manatlıq olanlar həqiqətən üzümə düşmür. Sifətimi belə eləyir qıpqırmızı. Ona görə mənim anam bilirsə dermatoloqdur. Onun məsləhət gördüyü markadan miselyar su almışam. Daha sonra bunun bir də məndə küçük boyu var arkadaşlar. Çox rasxod eləməmək üçün stul istəyirsən? Stul istiyorum. Arkadaşlar əslində bir saat parmakla göstərdi stul ver. Şeylər belə eləyirik. Mizin üstündə hər nəyi göstərdim. Hər nəydə, yəni miz göstərdim ki, stol istəyirəm. Əslində mizin üstündə nə var, hamını gətirdim stoldan başqa. Sağ ol Ofeliya, axı sən dil açıb danışdın. Daha sonra Rabiə, nə konuşuyorsun orada? Davam eləyir. Heç orada dava eləyirdiniz. Sifətinizdən tutdum. Yox, sən də şikayət saxlam istəmir, mən də onu dedim. Maladesi, mənim qızım, məniyamım. Səhv danışsansa quramam da olsun. Nə oldu? Şikayət yox, niyə inanmırsın? Nə dedi? Nə inadı? Dedim sən mən nə dedim belə? Dedi atəş şikayət saxlayırsa dedim tamam. Yapış Rabiə. Tamam demədi. Çıxartmaq istəmirəm ona görə. Tamam demədi. Tamam demədi. Demədi uşaq. Allah'ın bilsin tamam dedi. Nə davası salmışdı? Nə davası salmışdı? İş verəni eləmişdi. Nə iş verəndə yenə? Davam eləyir. Nə iş verəndə yenə eləmişsə? Mən bilmirəm, mən heç yadımda deyil. Onun yadında qalmır. Kimə nə demiş? Yadımda qalmır. Lazım. Mən qaynadım ortada. Sən yenə ana mənbə səndir, iş verəndə sənə gəlmişdi. Mən də söyləmişəm. Yox. Kim idi bu ana mənbə? Nəysə artıq Nəysə, keçək. başlayaq. Mehriban olun. O süngərdə Evet, sünger haradadır? Sünger buradaydı, yok şimdi. Evet, arıyoruz. Hırsız. Ver
Ver biraz süngeri. Süngeri sal uğradın mı? Atsan götürdü onu. Onu atsan ekşirdin iki qaş göz arasında. Aşkım, deməli, belə bir süngər almışam. Bax, süngərin sertifikası var dalında. Deyir, makyaj üçün süngər, istehsalçı ölkə, distributorun ünvanı. Makyaj silən süngər üçün bu Ver bana bir daha. Demek arkadaşlar öyle bir sünger almış. Az oldun yiyi. Tok oldun yanında gezdi. Sana dərdini danışmaya nəsə lazım oldu buna danış. Hatta parmak izi de var üstünde. Bakın. Üzerinde püfürdüğü noktası var parmak izi arkadaşlar. Püfürdüğü o nokta izi. Evet arkadaşlar bu sünger. Bununla gözünü, üzünü böyle bu karkasına böyle çanafı koymayı da olur. Rahatlayır adam. hə aşkım. Ne kadar güzelmişsin sen sümünger. Bu arada Evet gel arkadaşlar sümünger. Evet. Deməli uşaqlar bunun üstündə belə bir Şikat. barmaq izi var. Elə bir bununla tonalini vuranda barmaqla vururmuşsan kimi effekt verir. Ona görə almışam, yoxlamamışam. Onu üzüne vuranda mı parmak efekti verir? Barmağı işlətmirsən də elə bil. Barmağı batırmamaq üçün o süngərlə sürtürsən. Aman tamamım sen nereden buldun bunları kızım? Evet, davam ediyoruz. Sen ne kadar çok bilmişsin parmaklı sünger almış. Mən normalda tonalini çox işlətmirəm, bilsən də aşkım. Yəni tonalini vuran deyiləm. Amma bu süngəri alıb tonalini vurmamaq, almamaq ayıb olardı. Süngərin xətrinə, əziz xətrinə bir dənə də belə Aşkım hiç bir pul getmeye yer olsun da yani. Nişanın tonalını Süngerin almışam. xəttini almışsan, birinin Rabia'nın xəttinə, birinin Meryem'in xəttinə, öz xəttinə işini almadın. Ben katılma işini almayayım. Ha. Deməli arkadaşlar, bu kuşon gedir. Yəni Kuşonka? kuşon. Ha konserva. Yox, kuşon. O nedir? Kuşon nedir? Kuşon tonalini də bir növ. Bu nedir? Kırmızı ya. Çox tərifləyirlər. Baxın, özündə belə bir süngəri var, çox yumuşaqdır. Və içini açırsan. Kızım benim nanamın bayram kremine oxşadı o. Baxın uşaqlar, çox tərifləyirlər bunu, dəhşətli dərəcədə çox təriflənir. Mən də dedim tonalini alıramsa qoy hamının təriflədiyi bir şey alım. Ona görə bundan aldım. Malades. Məryəm səhərdən bunu götürür, qoyur. Qoy Məryəmin xəttinə bunu da izah eləyək. Bu da day aşkım tonalini almışamsa altdan baza vurmalıyam. Baza nedir? Makyaj bazası. Məcburən də aşkım bazasız tonalini vurarlar. Ben bunu Ona mətəm. görə tonalnim üzümə yaxşı otursun deyə altdan baz yaradırsan da elə bir üstünə. Deyir uşaq deyir dərs oxuyandı. Amma bazası da var idi deyir. O nədir? Bazası, yəni qabında var idi da baş üstü. Aa Rabia zıva götürme ya. Niyə ki bazası Yo var? Rabia həqiqətən güclü bazası var arkadaşlar. Evet. Çok savadlıdır. Onun yanında bir şey konuş illərlə yadından çıxmır. Düz deyir ha bu arada, Evet. həqiqətən. Meryem de öyledir arkadaşlar. bizim- Prosta bazası yok. Gördü Məryəm əlində görünməz təhdid Meryem apardı. Əsnat birini apardı yerə. Aşkım sonra yadından çıxacaq, qalacaq dayan bir yerdə. Əsnat taşıyor arkadaşlar. Deməli, nəysə, uzun sözün qısası bir dənə belə baza aldım L'Oreal Paris'dən. Arkadaş yıkmışım bu ya. Bir tane bundan. Bir tane bundan. Elə amma sonra yadımızdan Bir saniye çıxmasın, bundan bir- nəsə göstərək. Ay Allah ne kadar şey götürmüş. Şey, Bunu hansı aramlar yıldı orada? Hə, mən deyirəm niyə azalır bebelə? Bu qədər şey çıxartmamışam. Sana halaldı. Kayaoğlu. Ay Kayaoğlu. Kayaoğlu. Davam eləyirik. Evet. Olası akıllı. Götür. O kasanı apar orada 0.7 kaldı orada. Deməli arkadaşlar, bir ədəd Vichy'nin belə bir serumunu almışam. Aşkım, bir dənə qiymətinə bax, özündən gedəcəksən. 60 var. Ya Allah'ın olsun. Endirim kıymeti. Saltana bakıp Endirim sen danışma. Aman be bir bakın. Sen mazalanmaz. Hele bir büyük. Kışkırtma yapıyorsunuz. Almışam evdədir. Bana bahalı, üzerine bahalı kıymetler koyup kışkırtma Keşke öyle yapıyorsunuz. olsa ata. Evet. Arkadaşlar. Radyo
Elə bilirlər mən əsəbləşəcəyəm. Mənə qışqırtma bunların üstünə bahalı qiymətlər yapışıb. Gör mən qışqırtma edirsin. Sən bu yana. Mənim ürəyim partlamayacaq. Mən bu qışqırtmanı bu səfər yeməyəcəm. Evet, benim değil mi ürək yeməyəcəm. Evet, yeməyəcəm. Yapmayacağım. Ata evdə deyil. Evdə olsun da onun üstünə bahalı qiymətlər Sən olsun bu yana, bu yapışdırıbsınız. yana çön. İnanmıyorum. Sənin canıva and olsun. Tək olan yaradana and olsun ki, mən yapışdırmamışam, öz qiymətidir. Ya həccə də and olsun, Allaha and olsun. Allaha and içdim. Öz qiymətidir. Qurana and olsun, öz qiymətidir. O indi geri basıyor 60 manatdır. De Allah'a and olsun. İndi sən almısan onu. Əslində o 70 manat. Ha? Nədir? 70 manat, 60 manat. Sən ürəyin... Aşkım 90 qəpik yazılıb. Sən atanı istəmirsən. Məsələ çox istəyirəm. Hamısını. Aşkım, şüşədir, bax. Ne açıqdır gözümüzə tutaq. Olsun da şüşə. Şüşədir. Özdə rəng keçidi var şüşədə. O neyini ki o? Necə mat olmalıydı. Heç Deməli, şey. bunu da niyə almışam? Mübarəkdir. Neynir o neynir? Adamı dəyişir yoxsa Yox, görünməz edir. Bunun məndə üz kremi var idi. Vichy'nin 89 mineral seriyasından. Üz kremini serumu ilə bir yerdə işlədim deyə almışam da. İndi üz kremini işlədim, serumu qalsın. Bunun ikisini bir yerdə çıxardıblar axı, aşkım. Evet. Nəysə, devam ediyoruz. Çox Arkadaşlar, maraqlısın. bunu yeni ev üçün almışam. Bunun məndə böyük boyu var. Əgər yaxşı üzünüzə həqiqətən üz quru, üzlər. Mən niyə danışamıram bu gün? Bilmirəm, Qorxudan danışa bilmirəm. Qorxudan yoxum, mən burada tərliyirəm, əsəb keçirəm, oxur. Deməli, uşaqlar, bunun məndə böyük boyu var. Xanımlar, kimin üz dərisi qupqurudursa, yəni həqiqətən əziyyət çəkirsə quruluqdan, bundan alın, aldırın. Yəni həqiqətən çox razı qalacaqsınız. Mən mamamın məsləhəti ilə ilk dəfə bu kremi almışdım. Odur, budur, illərdə bu kremi harada görsəm alıram. Bu dördüncüsüdür. Üçü böyük boy, bu balaca boydur. Ənər xanım dəri zöhrəvi dermatologdur. Bu arada bu da bahalı kremdir. O neçədir? Balaca boyunu bilmirəm, onun böyük boyu 30 neçə manat. Hə, onda olar 5 manatsa. Yox, 10 neçə manat. Bəs dəkişdirdin. Bəsdir. Deməli, Məryəm bir dənə çişdim burada. Axırda amma çıxardın göstərək də aşkım, çünki aldıqlarımızı göstərməliyik. Deməli, bir dənə belə bir günəş kremi almışam. Əslində günəş kremlərim çoxdur. Prosta yayda hava qızğınlaşacaq ha. Hər dəfə Şəhriyerin bir dənə xasiyyəti var, sən də şahidsən, sən də şahidsən. Evdən çıxanda belə, mən bezdim hər yerə gecikməkdən, vaxtında çıxa bilmirəm, evdə vaxtında çata bilmirəm. İndə gecişirik. Nəyə görə ayağını üstünə atıb uzanmısan? Deyirəm ki, dur ayağı video çəkək, səsimi çıxartmısan. Nə oldu? Video çəkməyə durmuşuq, köynəyini də axtar kişinin oldu. Mənim bombujamı eləmirsən, lapsan. Nəysə, belə bizi tələsdirdiyin üçün sən rasxoda salmışam 62 manat sprey günəş kremi. Nə deyirsən sən? Sən şey eləyirsən, Allahın dostu qışqırtmazad eləyirsən. Eləmə. Bu da Vichy'nin. Nə oldu? Bahalı üstünə 60 bahalı qiymətlər üstündədir. Ucuzlar üstündədir. Ucuz işlədim. Yox, var, ucuz şeylər də var, düzdür. Deməli, sən bizi evdən çıxanda tələsdirəsən, yayda ki, mən gecikirəm hər yerə. Onda mən də krem sürtməyə yazım, fıs vuracam üzümə bu günəş spreyini elə çıxacaq. Ona görə. Danışarsan indi boğla danışsan. Ona təbii ki, mən işlədim. Sənə görə almışam, sənin ucbatından və hər yerdə məşhur olan o milk jeleli tint var. Deməli, allıq tintdir, yanağı dodağı qızartmaq üçün. Ağzını açırsan jele kimidir, jelibon kimidir. Ondan almışam bir dənə. Atı günəş çıxdı. Bir gün korumaq. Daha sonra bir ədəd Göy uşağı çıxacaq. deməli CeraVe'nin günəş... Mən heç kəs dinləmirəm. Deyir, CeraVe'nin günəş kremi. CeraVe'nin günəş kremi. Rabia, hamını eləyən sənsən. Mən də elədim. Allahın dostu, sən var ara vuranlıq edirsən. Ayda yeni gəldi. Öldürərsən bizi sən. Niyə hamı qaldı? Gəl. Tezə, yetişirik. Onun kimi eləmirəm. Yaxşı, CeraVe'nin günəş kremindən alıb çox razı qalmışdım. Ona görə bir dənə də belə bir bədən üz kremini aldım. Böyük boy aldım çünki dərim çox qurudu. Kremi su kimi içirəm, yəni belə. O nədir? Maxonlardan almışsan onu. Aşkım, nə danışsın? O nədir üstündə gözmüz? Aşkım, Vivienne sabunu ten paletidir. O nədir? Vivienne Sabot kimidir? Markadır. Ata görsün ürəyim partlayır. Nədir ki? Bazı gözlər şişir.
Nədir ki o? Belə bir ten paleti almışam. Bilsən də artıq bəzəkli, düzəkli makyajlar edirəm, artıq ehtiyac O olacaq neçədir? belə şeylərə. Qiymətini bilmirəm, amma Vivian sabun münasib qiymətlidir. Yəni uzağı 15-20 manat olar, o yalan olmaz. Bir dənə belə Influence'un qaş sabitləyici spreyini almışam. Qaş sabitləyici jelini almışam. Qaşlarımı bilirsiniz sabitləməyi çox sevirəm. Bu markada yeni çıxıb, Rus markasıdır və Azərbaycanda çox adam tərifləyirdi. Bir dəfə aldım, bir məhsulunu yoxladım, ondan sonra hər şeyini alıram daha. Özün doğrultur. Daha sonra uzun müddətdə almaq istədiyim, TikTok Türkiyədə tez-tez gördüyüm, hamının təriflədiyi o makyaj bazasını almışam. Arkadaşlar, heç nə demirəm. Bunun aşk kuşkoluğuna baxın da. Aşkım, sən nədən konuşamıyorsun? Tutulur dilim bilir. Aşkım, çünki eləyir, həmin ərəfədə mən dediyim söz gedib izləyicilərə çatmır axı. Gözləyirəm o qutarsın, mən başlayım ikinci dəfə söz deməyə. Niye oluyor? Salak mısın kızım sen? Evet. Deməli, gözləmişdim. Kikonun belə bir makyaj bazını almışam. Bunu həqiqətən Şəhriyar da, uşaqlar da bilir, çoxdan da istəyirdim. Girirdim mağazaya, baxırdım, çıxırdım. Axır dedim, alıramsa qoy belə o pişi nəsə alanda alım ki, bu pulsuza gəlsin. Gözü Kikolara davam eləyərik. Bayaq dediyim həmin Rus markasının bir dənə belə toz allığını almışam. Bir dənə də belə krem allığını almışam. Krem allıqları sevməyə başlamışam son zamanlarda. Gözdə dalbadal eyni şeyləri göstərmirəm aşkım. O eyni markadır və aşkım 50 sən deyən 100, mən deyim 50 arası belə bir şey var. Baxın, bu ovcumun içində 50-100 manat arası bir şey yatır. 70 manat. Hə, 70-80 manat arası. 80 manat. Səncə nə ola bilər? Nə ola bilər? Deməyin inşallah. Nə ola bilər bu qədər bahalı? Onu bilməm, ama bu dəqiqə burada ölən adam olacaq bahalı. Dior'un pamadası. Aşkım, nə ola git məndə o bir Dior pamadanı gətir. Buna əslində ehtiyacım yoxdur. 3 dənə bundan varımdır, başqa rənglər. Amma niyə almışam? Qoy onu da deyim. Deməli, qoy gətirsin. Aşkım, görsən bunu? Mən bilirsən də makyaj masamı düzənləmişəm arkadaşlar. Tez oran bir. Şkafdadır. Hə, ayso. Deməli, aşkım, bax. O birisini gətirmədin. Bax, aşkım. Görsən, 2 dənə pamadanı birləşdirəndə Dior yazısı çıxır ortaya. Görsən? Ha, onu üçüncüsünü birləşdirəndə nədir? Qələt eləyirsən. Deməli, yox, şkafda bundan bir dənə var. Üçüncüsünü birləşdirəndə nədir? Qələt eləyirsən. Yox, üçüncüsünü birləşdirmək olmadığı üçün, bu burada belə yetimçə kimi qalmasın deyə. Bir dənə də var da, elə 3 dənə idi, bir dənə də aldım ki, 2 dənə Dior yazısı tamamlansın. Sən... Aşkım, 3 dənə varım idi. Yazım yarım çıxalmışdı. Bu birləşmişdi. Bunun 4'ü opsiyonda kadar para? 80'ı vur 4'dən 2, 320 manat. O ikisini bir man almışım deyəsən sən. Hə. 8 Mart sevgililer günü. Hə? Bir dakika arkadaşlar, Dior'umun biri kaybolmuş. Hə, davam edirəm onlar gələnə kimi. Catrice'dən, hə, bax aşkım. Bax, 3 dənə idi. Bu rəngi var idi. Bax. Qalmışdı belə yetim kimi bu tək. Bunlar birləşmişdilər. Bu qalmışdı tək. Mən də məcbur bunu almaq məcburiyyətində Allah qaldım. heç kimi belə məcburiyyətdə qoymasın. Həqiqətən deyirəm. Allah bütün kişiləri belə məcburiyyətdən qorusun. Evet, belə birləşsinlər deyə aldım. Mübarək. Sağ ol. Kamera bağlanandan sonra mənə Instagramda zətdə yazın görün sağlam yoxsa yox. Daha sonra bir dənə belə Influence'un highlighter'ını almışam. Çox geç. Bundan deməli bundan Sən darıxma, sən qaşınırsan, indi qaş qabağını yerinə aparacağım sən. Ha, heç mən ayağa durdum, heç kimin arxasında qala bilməyəcək. Aşkım salataya qarşı gəlməmsən. Deməli, Əsas narahat olma, atamla qısas alacaq. Səni də ötürəcəm, gedəcək, bahalı geyimlər alacaq. Sən bahalı kukla alacaq, biz də xərcləyəcək, bax xərcləyəcək mən gələcək. uşaqlarımın üçünə də hər şeyin ən yaxşısını alıram. Mən səbləşdirmə gedərəm onlara. Rabiə bunları gətirə bilirsən.
Təbii ki, indi sən 10 yaş çatanda ona verəcəm. Yaşı çatma. 20 yaşı olanda çatacak. 17-də belə şeylər daha bir şey də alacaq. Sən də 17 olanda, sən də 17 olanda. Sən motosikletaları sürərsən əlində. Nəysə, bunun məndə ağ rəngi var idi. Açıb işlətməmişdim, saxlamışdım təzə evə. O gün mağazaya girdim, elə belə dedim açmamışam da aldığım şey. Bu baxım görüm necədir. Əlimə vurdum, par parıldadı. Evdə işlətim deyə təzə evdəkini dəymirəm. Bu evdə işlətmək üçün bir dənə də aldım belə. Pigmenti çoktu. Nəyə çoxdur? Səsvi kəsin, pigmenti Belə çoxdur. bir gözaltı almışam. Bundan bir dənə varım da hal-hazırda işlədirəm. Bitmək üzrədir deyə ikincisini almışam. Bir dənə belə, oyda, bunu çək. Bunu çək. Nədir ki o? Gloss, influencer O nə eləyir ki? glossu. Şüşə eləyir dodaqlar. Gör nə gözəldir, par parıldayır. Daha sonra bir dənə Kiko açım. Bunlar dayanmadan Kikonu qaldırırlar. Bir dənə Kiko. Oyda, buz mavisi deyirəm sizə. Mavi? Buz mavisi qapağı. Mavi rəngdədir bu rəng. Glossun özünə bax içində mavi bənövşəyi simlər. Limited edition dodaq şişirdən Kiko almışam. Durup görürsün çekildi. Bunu təzə ev üçün almışam. Sonra Catrice'dən belə bir allıq almışam. Bunlar münasib qiymətlidir və çox qəşəngdirlər həqiqətən. Bir dənə belə Maybelline New York'un allıq deyəcəksən, ənlik deyəcəksən, Rümiana çox almısan, amma bu rəng yox muydu aşkım? Ona görə bu rəngini aldım. Bu Barbie rəngidir. Bax Barbie. Bax Barbie. Şokdayım. Bu tokalarla vurmağa sürtməyə almışam. Daha sonra eyelinerım yox idi deyə Catrice'dən bir ədəd eyeliner. Daha sonra Essence'dən belə bir mini gloss almışam. Bunu maşına atacağam, maşın üçün almışam. Catrice'dən belə bir dodaq yağı almışam. Bu məndə Dior'un lip balmı var idi. Onu çox işlətməyə qıymıram deyib bir dənə də Catrice'dən aldım. Daha sonra Oy. Çok güzel Allah'ım. Rabia nə oldu? özüdür. Hə? Necədir? Süper. Nə beka? Miko. O nə ko? Bilirsiniz də mən Kiko pomadalarını yığıram, kolleksiya eləyirəm. Və bir dənə də belə Seti tip. Essence'dən belə bir dodaq yağı almışam. Uşaqlar, bunun da dodaq yağı Dior'dan idi məndə. Dior'a qıymadığım üçün bir dənə də Essence aldım ki, tez-tez işlədə bilim. Uşaqlar, bir dənə buna baxın. Kan. O nədir? Kim nasıl kan alıp tökülür? Aa, Özdə elə bir o qan alan qutular olur, belə şüşələr. ampul. Ampullar, hə. Bax onun içində gör necə gözəl tasarımı var. Bunun tasarımını çox bəyəndim, ona görə aldım. Və Ama hiç çekmeye göre. son Kiko'mu açıram. Video bitir az qalıb ha. Ben gələcəm, beni tasarlayarsın. Ömrede 12 ömrü. 12 nömrə. Bunu da çox Atı bəyəndim. içmən gələcəm mən bəzəs. Ata danışırdı özü üçün. Yo, indi alıtmayın. Sen hayaller... Nəsə gizlətməmisiniz. Gizlətmisinizsə çıxardım göstər. Hə, bir dənə də deməli L'Oreal Paris'in waterproof maskarasını almışam. Bunları lambarda qoyub pul götürmə olar. Yox. Evet arkadaşlar, ümumilikdə 1000 manata yaxın burada məhsul var. Bax sən bir dənə qiymət deyirəm, hamı dəli eləməsə. Manata yaxın məhsul var, yarı qiymət Aa. ödəmişik. Kampanya ilə almışıq. Rabia nəyə gülürsən arxadan? Demədin. Dedim. Şu arkadaşlar aldıklarımız bu kadar. Rabiş hazırlaş. Demiş o buradaki hamısını demişəm aşkım. Rabiş hazırlaş. Tıktan da. Sen de o zamanın gel. Ofis bəsdir də. Aşkım sizin de gelin. Şu Çatlasınlar patlasın. aldıklarımızı Səni öldürərəm Rabia. Gerçekten bu hayaller. aldıklarımızı beğendinizse kanala abone olup like atıp yorum yazmayı unutmayın. Yaz alışverişine gideceğiz. Gözde aşkım game alışverişine gideceğiz. Bizleri bekleyin. Bay bay. Arkadaşlar, onu bunu bilmirəm. Başıma iş gəlsə Kiko'dan başlaşı qoyduracağım. Brent House'dan bilmirəm ki hələ bir 3-4 günə inşallah
Bugün geçti ama bu yaxınlarda gedəcək təzə. Ağlama ben alırım. Güneşini yağmurun mutlu sonla. Düzgün de bilmem. Bir şey yaramaz.